Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda imperial quruluş, müstəmləkəçilik ideologiyaları və reallıqlar mövzusunda beynəlxalq elmi konfrans işinə başlayıb. Konfransı giriş sözü ilə açan Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov, dünyada dekolonizasiya prosesinə dəstək verən qlobal platformaya və kolonializmdən əziyyət çəkən xalqlar üçün ümid mənbəyinə çevrilmiş Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən imperial quruluş, müstəmləkəçilik ideologiyaları və reallıqlar adlı konfransda müstəmləkəçilik probleminin elmi cəhətdən müzakirə ediləcəyini və onun beynəlxalq təşkilatların prizmasından nəzərdən keçiriləcəyini diqqətə çatdırıb. Bu xüsusda kolonializmdən əziyyət çəkən xalqların öz müstəqilliyi uğrunda mübarizə aparan siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, hüquq müdafiəçilərinin Bakı Təşəbbüs Qrupunun yaratdığı platformadan öz haqlı səslərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün istifadə etdiklərini vurğulayan Abbas Abbasov artıq növbənin elmi dairələrin təmsilçilərində olduğunu qeyd edib. Qonaqların sırasında BMT-nin institutlarında təmsil olunan və BMT qurumları ilə sıx çalışan ekspertlərin olması xüsusi vurğulanıb. Bugün dünyanın bəzi ölkələrində müstəmləkəçiliyin müxtəlif təzahürlərinin şahidi oluruq. Çalışırlar ki, onların müxtəlif vasitələrlə gizli şəkildə siyasi, iqtisadi, maliyyə, mədəni və qanunvericilik strukturları vasitəsilə əbədiləşdirilməsini həyata keçirsinlər. Statın sonu. Məhz bu kontekstdə Bakı Təşəbbüs Qrupu tərəfindən dekolonizasiya səylərinə dəstək göstərmək məqsədi ilə son 2 ildə Guadeloupe, Mayotte, Kanaki, Fransız Gviyanası, Reunion, Korsika, Martinik, Maohinui və müstəmləkəçilikdən əziyyət çəkən digər ərazilərə həsr edilmiş konfranslar təşkil olunub. Biliyorsunuz Azerbaycan'ın NAM hareketine, Non-Alignment Movement'a, bağlantısızlık hareketine başkanlık etmesiyle birlikte zaten Azerbaycan'ın bu postkolonyal konularda çok önemli bir çıkışı oldu. Kaldı ki COP29 içerisinde Prezident İlham Aliyev'in büyük bir çıkışı oldu. Bu Bandung Konferansı'ndan bu yana belki de bir kırılma noktasıdır. Dolayısıyla şu anda Azerbaycan postkolonyal hareket içerisinde bir liderlik görevi üstleniyor. Bağlantısızlık hareketi içerisinde bir liderlik pozisyonu, bir koordinatör pozisyonu üstleniyor. Bir tür primus inter pares, eşitler içerisinde birinci pozisyonu oluşturuyor. Dolayısıyla bu elbette uluslararası örgütlerde, beynəlxalq örgütlerde de karşılığını bulacaktır. Afrika mənşəli xalqların hüquqlarının müdafiəsi və qlobal ədalətsizliklərə qarşı mübarizənin bugün də aktual olduğunu qeyd edən BMT-nin Afrika əsilli xalqların daimi forumunun üzvü Elias Martinez, insan hüquqları, irqçilik və xüsusilə ksenofobiyanın bugün qlobal çağırışlara çevrildiyini vurğulayıb. Çıxış edən natiqlər müasir müstəmləkəçiliyə qarşı mübarizədə tarixi sənədlərin mühüm əhəmiyyət kəsb etdiyini, eləcə də konkret addımların atılmasının labid olduğunu qeyd ediblər.